İndi sual olunur. Bu Əli Əsədovun əmlakının siyasını belə dəqiqliyinə kim müəyyən edə bilər? Ən belə yaxşı Yaxın jurnalist adamlar, belə bu qədər dəqiq. Çünki Dəqiq bilirsiniz bilmir. bu sənədləşdirmələr var, qohum qardaşın adına var və bu sənədlərin belə bir dəqiq qədər meydana çıxmasını göstərir ki, bu elə içəridən başqa bir korrupsionerin tapşırığı ilə, çünki içəridə hamı bir-birini bilir kimin harda əmlakı Nəyi var. var? Çünki niyə Bakı şəhərində Bakı şəhər Sovetin razılığı olmadan kim gedər otellər alar, xəstəxanalar tikər, restoran, demək bilinir də bu şeylər hamısı hakimiyyət üçün şəffafdır, vətəndaşlar üçün şəffaf deyil. Hə, indi Əli Əsədov hansısa bir səhifə buraxır və yaxud da ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətə kimsə qurban getməlidir. Bunun üçün hədəfə kim gələ bilər? Əli Əsədovun nə kimi konstitusiya ilə səlahiyyəti var baş nazir kimi? Heç bir səlahiyyəti yoxdur. Aha. Və Əli Əsədovdan əvvəl işləmiş baş nazirlərin əmlaklarına baxsa, elə eyni Əli Əsədovdan eyni miqdarda. Novruzovun da əmlakı eynidir. Bundan qabaq Rəsulzadənin ki də o birisinə bu birisinki də. Baxın, ölkə iqtisadiyyatı günbəgün çökür. O yüzden neft və qaz azalır. İndi müharibə oldu, bir arada qalxdı, indi kəsin sürət aşağı yenməyə başlayır. Və Azərbaycan bir şey bilmək lazımdır ki, vətəndaşların sosial-iqtisadi təminatı yalnız bir sosial ədalət problemi deyil, həm də dövlətin təhlükəsizliyi problemi. Yalnız varlı insanlarda patriotizm ola bilər. Baxın, bütün inqilabların başında kim gedir? Varlı, imkanlı, savadlı adamlar. Ölkədə əhali nə qədər var yoxdan çıxırsa, ölkədə əhali nə qədər getdikcə